Mən prezidentin səbrinə çox belə həsəd aparıram bir növ, dırnaq arası həsəd. Nə qədər bunlara dözmək olar? Nə vaxta qədər burada Bakıda, Azərbaycanda bu Rusiyanın agentura şəbəkəsi ağalıq eləyəcək? Ölkəni məhv eləyiblər, dağıdıblar. Milyonlar yox, milyardlar oğurlayıblar. Bunların haqqında tədbir görülmür. Bir-iki nəfəri düzdür. Məsələn, Səlim Müslümovu həbs eləyiblər, bəzilərini vəzifədən kənarlaşdırıblar. Amma bu kifayət deyil, bunlar çoxdur. Mən demişəm, indi hamı da bilir, bir də təkrar biləyin anasıdır. Amerikanın kəşfiyyatı neçə il bundan qabaq elan elədi ki, Azərbaycanda Rusiyanın 80 mindən artıq casusu var, agenti var. Yaxşı, bu agentlərin də hərəsinin bir-iki özünün agenti var. Gör nədir? Azərbaycan cəmiyyəti hər tərəfli mühasirəyə alınıb casuslar tərəfindən. Bütün əsas vəzifələri tutanlar Rusiya kəşfiyyatının agentləridir. Təkcə Rusiya kəşfiyyatı, bu Ermənistan kəşfiyyatı ilə bir yerdə əlbir işləyirlər. Hələ müəyyən qədər də Fars kəşfiyyatı da bəzən bunlarla əlbir işləyir. Azərbaycanın müstəqilliyini zəiflətmək, dövlət quruluşunu dəyişdirmək, onun müdafiə qabiliyyətini zəiflətmək üçün çox məkirli, xəyanətkar planlar hazırlayırlar, həyata keçirirlər. Kimin əli ilə? Azərbaycanda yüksək vəzifələr tutmuş adamların əli ilə. O adamlar ki, bunlar da elə o 5-ci kolona mənsub adamlardır. Təsəvvür edeyim, mən iyun ayında bir sənəd hazırladım. Rusiya Ermənistan kəşfiyyatının əsasən o məsələ idi. Rusiya Ermənistan kəşfiyyatının Azərbaycanda yaratdığı fəsadlar, törətdiyi cinayətlər haqqında. Və o sənəddə mən prezident administrasiyasının şöbə müdiri, bunlardan bəziləri də həm də prezidentin köməkçisi hesab olunur. 4 nəfərin adını yazmışam ki, bunlar Rusiya Ermənistan kəşfiyyatına xidmət edirlər, Azərbaycan xalqına, dövlətinə, İlham Əliyevə yox. Adları ilə yazmışam. Və tək onları yox. Rövnəq Abdullayevdən tutmuş digər nazirlərin də hamısının demək olar ki, orada adı var. Ki, bunlar vətənə xəyanət edirlər. Bunlar Azərbaycanı dağıdıblar, söküblər, məhv ediblər. Bunları yazmışıq adları ilə. Amma bunların haqqında tədbir görülmək əvəzinə bunları hələ də çox belə açıq şəkildə anti-milli, anti-Azərbaycan, xəyanətkar planları həyata keçirməklə məşğuldurlar. Bu nədir? Nə vaxta qədər bu olacaq? Bu dözülməzdir artıq. Mən sizin bu televiziyadan yaratdığı imkandan istifadə edərək birinci növbədə Azərbaycan xalqına müraciət edirəm. Bəzən mənim elə keçmişdə dostum olub, yaxın münasibətim olub. İndi onlar da müəyyən qədər bu əsas yoldan, yəni milli mənafi müdafiə yolundan bir balaca kənarlaşıblar. Onları cəlb eləyiblər nəyə? Ayda pul paket almağa. Onlar da alırlar, sonra o paketi də kim verir? Həmin bu 5-ci kolona mənsub milyoner, milyarderlər. Onların puludur. Alırlar, sonra onlar da öz adamları vasitəsilə tapşırırlar ki, hakimiyyətin əleyhinə danışın. Bunlar da danışırlar. Millət də hesab edir ki, bunlar görürsünüz də müxalifətdir. Çox ciddi nöqsanlardan, cinayətlərdən danışırlar. Amma başa düşmürlər ki, bu elə 5-ci kolon ki, əsas Azərbaycan xalqına böyük müsibətlər gətirib, onların tapşırığı ilə olan danışıqlardır. Əgər bunlar həqiqətən millətin mənafiyindən, dövlətin mənafiyindən çıxış eləyirlərsə, niyə o 5-ci kolona mənsub adamlardan birinin adını çəkib, onların törətdikləri bu cinayətlər haqqında danışmırlar? Danışanlar var, 5-6 partiya. Müəyyən TV-lər var, o cümlədən sizin TV. Jurnalistlər var, sayı azdır, çox azdır, çox təəssüf. Əksəriyyəti isə maddi ehtiyaclarını təmin eləmək üçün bu 5-ci kolona xidmət eləməyə başlayır. Bu da ağır işdir.
və xalqıma müraciət edirəm ki, ayıq olun. Bunlara o qədər inanmayın. O adamlar ki, 5-ci kolonun Azərbaycanda törətdiyi cinayət əməlləri haqqında heç nə danışmır, bu məsələləri dilə gətirmir. Deməli, bunlar tam səmimi adamlar deyil.